Əziz dostlar, hər vaxtınız xeyir olsun. Cəmi 6000 manat. Bax, bu gördüyünüz torpaq sahəsi hal-hazırda çox təcili satışa çıxarıldı və tam şəkildə mülkiyyət fərdi yaşayış evlərinin kupçasıdır, yəni çıxarışıdır. 10 sot əziz dostlar və təbii ki 6000-ə 10 sot aid deyil, yəni bir sotu 6000 ilə və son qiymət olaraq yəni paylaşılır. Ev sahibinin dediyi, üzr istəyirəm, o qədər ev çəkir. Torpaq sahibinin dediyi 6200 ilə çəkin, 50 manat, 100 manat, 150 manat, nəsə, yəni son yeri 6000 manatda dayanın. Biz sizə daha yorulmaq istəmirik. Həmçində ki, hər kəsə də agah olsun ki, yəni torpağın bir sotu 6000 manat və yarı-yarı satılmır. Yəni tam 10 sotdur çıxarışda, 10 sotda satılır. İstəyirsiniz burada ev tikin, istəyirsiniz villa tikin, heç kim sizi narahat eləyəcək deyil. Əlavə olaraq da ki, daxilində görürsünüz 3000, 5000 daşı var. Təbii ki, bunlar da götürülmür, burada qalır. İndi oradan da nə qabaqçı elə bil ki, endirimimizdir. Sağı solu sıx yaşayışdır. Ünvanımız Ramanı Gülçülük. Cəmi 6000 manat, bir sotda 10 sotlu torpaqdır və ümumi olaraq 60 min manat. Yəni 60 min ver, mülk də saxla özün üçün 3 il, 5 il, 1 ay, nə günü-gündən qalxacaq, qızıldan belə daha sürətli olacaq torpaqdır. Allah xeyir eləsin əziz dostlar. Ünvanımızı bir daha qeyd eləyək, Ramanı Gülçülük. Və avtobusla məsafəsi isə 350-400 metr. Sağı soldakı maşallah olsun, görürsünüz ki, yaşayışdır. Qaz evin ümumiyyətlə darvazası da var, bu da üstünlükdür və hər biri də nəzərə alınıb. Görsünüz ki, turbo yuxarıdan gedir, çünki mülkiyyətdir kupça. Bunlara diqqət olunub. Sağ olun, sağlıqla qalın. Növbəti çəkilidə görüşmək ümidi ilə.